Salam, hər vaxtınız xeyirli olsun. Bugün 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının Azərbaycan dili suallarının izahına baxaq. Fələk önümüzə saldı ayrılıq, getdin, gözəl, çox gözlədim, gəlmədi. Nümunəsinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Doğrudur, yanlışdır. Fe'llər eyni zamanda eyni şəkildə işlənmişdir. Baxaq görək fe'llərimiz hansıdır? Saldı sözüdür. Saldı sözü. Saldı sözü. Köşk şəkilçi getdin, getdin. Sonra göz, gözlə, dimi, gəl, gəlmədin. Deməli, fe'llərimizdə baxırıq ki, hamısında da şuur keçmiş zaman şəkilçisi var. Deməli, eyni zamanda şuur keçmiş zamanda və hər biri xəbər şəklindədir. Zaman şəkilçiləri xəbər şəklinin göstəriciləridir. Deməli, uyğunluq istəyirsə bizdən doğrunun altından doğru olanları, yanlışın altından yanlış olanları götürməliyik. Deməli, biri götürdük. Hal şəkilçisinin tələbi ilə söz kökündə sahib düşmüşdür. Burada ömrümüzə sözüdür ki, burada ömür sözü yazılır belə. Bu sözdə ü sahibinin düşməyi hal şəkilçisinin tələbi ilə deyil, mənsubiyyə şəkilçisinin tələbi ilədir. Bu yanlış fikirdir. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Yəni xitab, burada gözəl sözü xitabdır, sifətdir və isimləşib. 3-ü götürəcəyik, doğru fikirdir. Yanlışın altından yanlış olanları götürməliyik. Quruşca düzəltmə olan feil əmr şəklində. Quruşca düzəltmə olan feilimiz gözlədim feilidir. Düzəltmə olan burada. Deməli, nə deyir? Feil əmr şəklindədir deyir. Xeyr, bu yanlışdır. Feil dedik ki, hamısı eyni zamanda eyni şəkildədir. Xəbər şəklindədir. Əmr şəklində olmağı yanlışdır. Yanlışın altından yanlış olanı götürəcəyik. Deməli, kəmiyyət zərfi zərflik vəzifəsindədir. Kəmiyyət zərfi burada çoxdur və kəmiyyət zərflidir. Doğru fikirdir. İsmin eyni halında olan sözlərdən biri mübtəda vəzifəsinə çıxış etmişdir. Demir, burada eyni halda olan isim deyir ki, ismin eyni halında olan. Burada fələk sözü adlıq haldadır. Bir də gözəl sözdür. Bu da adlıq haldadır. Burada fələk sözü mübtəda vəzifəsindədir cümlə üzvü olaraq. Amma gözəl sözü xitab olduğuna görə hər hansı bir cümlə üzvü ola bilməz. Deməli, bir dənəsi mübtəda kimi çıxış eləmişdir. Bu da doğrudur. Deməli, yanlışın altından yanlış olanı seçməliyik. Doğrunun altından doğru olanı seçməliyik. Cavabımız olur 1, 3, 4. Sonra cümlədə buraxılmış durğu şairlərinin düzgün işlənmə ardıcıllığını müəyyən edin. Baxırıq, ordu, qaçqınlar, əsirlər, bir sözlə hər kəs. Burada hər kəs ümumiləşdirici sözdür. Ordu həmcins sözlərdir. Qaçqınlar, əsirlər bir sözlə ara sözü işlənərsə əgər ümumiləşdirici sözlə tire işarəsi qoyulacaq. Bir sözlə ara söz olduğu üçün cümlə daxilində gələrsə vergüllə işlənməlidir. Burada tire işarəsi qoyulduğuna görə özündən sonra vergül işarəsi qoyulmalıdır və ümumiləşdirici sözlə arasında. Deməli, ardıcıllıq istəyir bizdən. Olmalıdır vergül, vergül, tire, vergül işarəsi. Cavabımız C variantı. Xəbəri icbar növdə olan hansı cümlənin tərkibində hərəkətin subyekti və obyekti yoxdur deyir. Birinci baxaq biz xəbərimizə görə hansı xəbərlərimiz icbar növdədir. Yazdırırlar, dəyişdirməlisiniz. Burada dəyişdirməlisiniz sözü icbar növdə deyil. Bunu çıxarıq. Sonra qovluqdadır. Burada qovluqda ümumiyyətlə feil deyil. Qovluqda isimdir. Bunu da çıxarıq. 3 gedər. Qaldı yazdırırlar. İcbar növdədir. Daşıtmalıdırlar. İcbar növdədir. İcbar növün şəkilçisi -4 T şəkilçisidir. Və iş görən kiməsə işi gördürür. Təsirdən yaranıb təsirli olmalıdır. Deməli, baxaq. Həmişə həvəslə yazdırırlar. Yaz nəyi? Yazdır nəyi? Irlar. Deməli, burada icbar növ şəkilçisi var. Yaz nəyi? Yazdır nəyi? İcbar növdədir feilimiz. Baxaq görək cümlədə obyekt və subyektimiz varmı? Burada obyekt və subyekt olmadığına görə biri götürərik. Səhərə kimi kəndə daşıtmalıdırlar. Daşıtmalıdırlar. Deməli, daşı nəyi? Daşıt nəyi? Burada subyekt və obyekt olmadığına görə 4-ü götürəcəyik. Hazırladın sözündə siz hazırladın mənasındadır burada. Yeni layihələri mütəxəssislərə hazırladın. Hazırladın sözünü iki cür düşünmək olar. Bir, bu formada sən hazırladın nəyisə.
Belə olarsa hazır, hazırlamaq, sən hazırladın, keçmiş zamanıdır, şuurlu keçmiş zaman şəkilsi. Bunlar da ikinci şəxsin təkinin şəxs sonluğudur. Amma burada yeni layihələr mütəxəssislərə siz hazırladın anlamındadır. Siz hazırladın. O baxımdan olacaq hazırla, hazırlat, hazırlat. İcbar növün şəkilçisi olacaq. Bunda şəxs sonluğu olacaq. Aha, bu icbar növüdür. Bəs niyə görə 5-i götürməyik? Çünki burada layihələr, obyekt, mütəxəssislər isə subyektimiz var. Ona görə cavabımız olacaq 1 və 4. Cümlənin birində xəbər məsdər tərkibi ilə ifadə olunmuşdur. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Nədir? Başına ağıl qoymaqdır. Nə? Gəlişimizin məqsədi. Deməli, burada xəbərim, maqməş bizi aldatmasın. Başına ağıl qoymaqdır. Burada məsdər tərkibi deyil, frazeoloji birləşmədir. Frazeoloji birləşmə. Bunu götürmək Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Uzaqlaşdırmaq idi və əsas tərəfin məsdərlə ifadə olunduğuna görə olacaq xəbərim məsdər tərkibi ilə ifadə olunmuş. Cavabım olacaq B variantı. Nə idi? Oxumaq idi. Burada C variantı məsdərlə ifadə olunub. Məsdər tərkibi deyil. Ürəyincə deyildi. Heç kəsin ürəyincə deyildi. Nə? Yayın qızmar günlərində şəhərdə qalmaq. Burada mübtəda məsdər tərkibi ilə ifadə olunub. Ona görə D variantını götürəcəyik. Məbədə gəlməkdə niyyətlər dua etməkdir. Nə idi? Dua etmək idi. Oğlu et bir qıl. Bunlar da tərkib yaratmaz. Sonra frazeoloji birləşməni müəyyən edin. Bu asan sualdır. Özündən çıxmaq, əsəbləşmək mənasındadır. Y variantıdır. Sonra hansı nümunədə altından xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? Burada Aqil, Səfər və Kərim səni axtardılar. Kim? Aqil. Yəni həmcins mübtədalar olacaq. Bir bu baxımdan olacaq cümlə üzvü. Bir də deyirəm ki, Aqil, xitab, Səfər və Kərim səni axtarırdılar. O zaman buradakı Aqil olacaq xitab. Cavabımız olacaq B variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur. Sonra bu sual da keçən dəfəki belə bir sual düşmüşdü, səhv etmirəmsə 9 martda buraxılış imtahanı. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də yenə də bir neçə iş yekunlaşdırmaq mümkün olmadı. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Nümunələrin hər ikisinə aiddir deyir. Kökü amonim olan saydan yaranmış söz işlənmişdir. Kökü amonim olan saydan yaranmış. Burada onlarla var. Amma saydan yaransa da kökü 10 sözü amonim deyil. Ona görə bunu götürməliyik. Birgə sözü var ki, kökü bir sayıdır və özü də birgə zərfi saydan yaranmışdır. Həmçində bir nədir? Amonimdir, bir ədatı ilə. Sonra onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Bu hissədə artıq elə onlarca sözü var ki, kökü amonim deyil bunun saydan yaransa da. Başqa görmürəm, yoxdur. O zaman biri çıxarıq ki, bir dənəsinə aiddir, bir nümunəyə aiddir, hər ikisinə aid deyil. Fe'li birləşmənin aslı tərəfində olan say var. Onlarla həll olunmamış məsələ. Hansı məsələ? Onlarla həll olunmamış. Burada onlarla həll olunmamış fe'li birləşmənin aslı tərəfi nədir? Onlarla sayıdır. Bir də onlarca insanın gözü qabağında baş verən ki, fe'li sifət tərkibinin aslı tərəfi də onlarca qeyri-müəyyən miqdar sayıdır. Deməli, 2-ni götürə bilərik. Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Baxaq görək, hər ikisində varmı? Bir neçə sözü var burada. Bir neçə sözü var. Bir neçə sözü var burada. Ki, bunu rəqəmlə göstərə bilməli. Bir də bir çox qəzetlər, bir də bunu göstərə bilmərik. Rəqəmlə yazıb 3-ü götürərik. Sonra nümunələrdə yalnız birinə aiddir. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Burada onlarla həll olunmamış məsələyə bir də onlarla sözünə əgər onlarlaya
Kim ilə sualına cavab verərsə, kim ilə sualına cavab verərsə, burada o, daha doğrusu onlar şəxs əvəzliyi olacaq, şəxs əvəzliyi plus la qoşması olacaq. Yəni onlarla kim ilə həll olunmamış məsələyə buradakı onlarla sözünü, yəni biz say kimdə deyil, şəxs əvəzliyi plus qoşma kimdə düşünə bilərik. Amma digərində onlarca insanın, baxın bizə dəqiqə, digərində belə bir məsələ olmadığına görə, bəli, neçə sayın işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Bu yalnız bir nümunəyə, birinci nümunəyə aiddir. Deməli, 4-ü götürəcəyik. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Baxaq. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Sonra baxım digərinə. Onlarca insanın gözü qabağında, burada tərkibdədir. Burada təyin vəzifəsində deyib. Bir çox qəzetlərdə, nə qədər qəzetlərdə, bir çox, nədə qəzetlərdə, bəli, burada bir çox təyindir və qəzetlərdə vasitə tamamlığını izah etmişdir. 5-i götürəcəyik. Sayla aid olduğu isim arasında numarativ sözdən istifadə edilməmişdir. Baxıram onlarla, sonra bir neçə, sonra onlarca, bir çox, bəli, heç birində, yəni bu hər iki nümunəyə aiddir, bir nümunəyə aid deyil, ona görə altını da götürməliyik. Cavabımız olacaq 2, 3, 4, 5, D variantı. Yazılışı ilə deyişi fərqlənmir. Sənət sözünün yazılışı və deyişi fərqlənmir, o zaman 1-ə götürəcəyik, birinciyə götürəcəyik 1-i. Parlaq səhifələrində parlaq olacaq. Bunun yazışı və deyişi fərqlənir. Gəlin baxaq ikinci, üçüncüyə. Səs hərflərinin sayı bərabər deyil. Bunda bərabərdir. Tərkibində kar samit işlənməmişdir, işlənmişdir. P, bir də X samitlər. Deməli, 2-ni heç birinə aid edə bilmərik. Səhifələrində yazılışı və deyilişi fərqlənmir. Səhifələrində 3-ü götürəcəyik birinciyə. Sonra böyük əməlləri, baxın, K-dan sonra saitlə başlayan söz gəldiyinə görə K, Y səsinə çevriləcək, olacaq böyük. Burada Y-yə çevriləcək. Bu da aid olacaq. Tərkibində kar samit işlənməmişdir. Bəli, B, Y nədir? Cəngətli samitdir. Kar samit səs yoxdur. Deməli, 4-cünü 3-cüyə yazacağıq. Sonra şəxsiyyətlərdən iyyətlə olduğuna görə burada Y-nin biri tələffüz zamanı düşəcək. 5-də yazacağıq. Səs və hərfləri sayı bərabər deyil. Yəni, səs azalması baş verdiyinə görə 5-də olacaq ikinciyə aid. Deməli, 1, 3, 5, bir də 4. D variantı. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtənin yerinə hansı cümlələr yazılsa, mürəkkəb cümlə alınar. Qayıdıb vətəndə işləyər, o artırar təhsilini, o işləyər. Deməli, bu sadə cümlə olacaq. Deməli, gedib təhsilini artırar, bir də arzusuna çatar. Nə edər? Arzusuna çatar. Kim? Atası, onun atası. Burada bir sadə cümləmiz var. Və iki sadə cümlədən ibarət olduğuna görə, yəni bu hissədə mübtəda olduğuna görə olacaq mürəkkəb cümlə. Elə orada bir iş tapıb işləyər. Kim? O işləyər, o təhsilini artırar. Sadə cümlədir. Biliyi xalqına gərəkli olar. Gərəkli olar. Nə? Biliyi, onun biliyi. Və burada da bir sadə cümlə olacaq. Cümləmiz olacaq mürəkkəb cümlə. Elə 2, 4 cavab A variantıdır. Savadı ilə hamını təəccübləndirər. O təəccübləndirər, o artırar. Yəni, buradakı xəbərlərim nə olacaq? Həmcins olacaq ki, o mübtədasına, buraxılmış mübtədasına aiddir. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Nümunəsi ilə bağlı fikirləri müəyyən edin. Nə etdi? Çıxdı. Kim çıxdı? Səlim çıxdı. Haradan çıxdı? Otaqdan çıxdı. Hansı Səlim? Dünənki yarışın qalibi olan Səlim. Necə çıxdı? Nə isə söyləyərək. Bu da olacaq fe'li bağlama tərkibi. Fe'li birləşmənin işləndiyini əmrliklə söyləmək olmaz. Əmrliklə söyləmək olar. Bu yanlışdır. Bizə doğru fikir lazımdır. Tünd qara hərflə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Təyinlə əlaqəsinə baxsaq, mübtədadır, əsas tərəfdir. Bir də uzlaşma əlaqəsinə baxsaq ki, uzlaşma əlaqəsinə görə mübtəda olacaq əsas tərəf. Xəbərlə mübtədanın uzlaşması olacaq mübtəda əsas tərəf, xəbər aslı tərəf olacaq. Deməli, 2 doğrudur. Çıxışda A şəkilçili söz tabirlik əlaqəsindən aslı tərəfdir.
Burada otaqdan sözüdür. Otaqdan çıxmaq sözünə sözü ilə əlaqələndiyinə görə, idarə əlaqəsi olduğuna görə bəli, aslı tərəfdir. Haqqında danışılan mübtədadır. Yəni mübtədanı deyir biz çıxarılsa isim birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Bizim burada ismi birləşməz dünənki yarışın qalibidir. Gəlin biz bunu çıxardaq, mübtədanı cümlədən çıxardaq və yenidən baxaq cümləmizə. Bu hissəni çıxartdıq biz, belə deyək. Bu hissəni cümlədən çıxardaq. Aha, çıxartdı. Dünənki yarışın qalibi nə isə söyləyərək otaqdan çıxdı. Kim otaqdan çıxdı? Dünənki yarışın qalibi. Yəni haqqında danışılan mübtədadır. Bunu cümlədən çıxardıqda ismi birləşmə, dünənki yarışın qalibi, uzlaşma əlaqəsində yenə mübtəda xəbər əsas tərəf olacaq. Bəli, doğrudur. Yəni mübtəda vəzifəsini çıxış edəcək. 4. Xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Deməli, xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Otaqdan çıxdı. Aha, xeyr. Olmaz. Cavabımız olacaq 2, 3, bir də 4.